Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Şəxsi həyəti vaxtaranlar bu videonu axıra kimi izləyin. Şəxsi tikili 3 otaqlı həyət evi təqdim edirəm. 2,9 sot torpaq sahəsindədir. 3 otaqlı 100 kvadratlı kürsülüdür evimiz. Qiymətdə həmişə deyirəm, bu dəfə də deyəcəm, 75.000 manat startdır. Yəni ki, gözəl bir endirim də olacaq yerində. Giriş hissəsini gördünüz, həyəti yəni sahəsini də gördünüz. 2,9 sotdur, paşüşdə 3 sota yaxındır. Şəxsi tikili həyət evidir, yəni köhnə tikilidir, onu da deyək. Zeynəb marketində arxa küçəsindədir. Belə deyək də, əsas yoldan, magistral yoldan hardasa 600 metr məsafədədir. Evin arxasında da belə bir torpaq sahəsi var, orada əldamısı var, toyuq cüzə saxlamaq üçün yer də qoyulub. Yəni köhnə tikilidir, belə deyək də, amma moşn evdir. Proşn evdir. Yəni ki, buranı evi qiymətləndirməyə dəyər. Nəyə dəyər? Çünki 3 sotu elə burada 20.000-dən hesablayanda 20-25 arası satılır. Rahat bir yerlə 20.000-dən hesablasan 60.000 bunun torpağıdır. Elə bir ki, torpağı almışsınız evdə üstündə hədiyyədir. İndi çöl hissəsini görürsünüz. Yəni ki, içəridə aboyları zadı dəyişsəz, yəni ki, şəxsi tikilidir, sadə evdir də. Həyət bazasını əl gəzdirsəz, super bir ev çıxacaq. Yəni ki, belə pis çıxmasın. Gəlin, yəni real alıcıya endirim də olacaq. Görürsünüz, bax beton tökülübdür. Kürsüsü də betondur. Yəni istəsəz ikinci mərtəbəni də qaldıra bilərsiniz. Super yerdə yerləşir, dayanacağa da yaxındır. Keçə evdən də sizi tanış eləyək. Sağda bizdə ayaq yolsudur, yəni hamamı ayaq yolsu bir yerdədir. Dəhlizdə bura giriş hissəsidir. Keçək qonaq otağına baxın, görün necə bir geniş qonaq otağı var. Yəni ki, hardasa 30-35 kvadrata yaxındır. Ümumi sahəsi biz daha deyirəm 100 kvadrat metrdir. Əlaqə nömrəsi də profildədir. Zəng eləyirsiniz, yenə deyirəm qiymətə baxmırsınız. Zəng eləyin, gəlin birinci evə baxın, evi qiymətləndirin, evi dəyərləndirin. Sonra qiymətdə inşallah ki, endirim də olacaq. Yəni ki, qiymətə görə narahat olmayın. Ya onsuz da bu evi izləyənlər bilir, bu evin lübo yerdə baxsaz, yəni bütün elanlarda 88.000 olub start qiyməti. İndi bugünkü gün 75.000-ə düşübdür. Yəni ki, yenə yerində də endirim olacaq. Yəni nəzərdə tutulub, endirim nəzərdə tutulub. Bu bir yataq otağıdır, hörmətli izləyicilər. Görürsünüz, yataq otağı da genişlərsə 20-25 kvadrata yaxındır. Keçək digər yataq otağını da göstərək. Onu da gördünüz. Burada mətbəx hissəsidir. Yəni mətbəx mebeli qalacaq, kombi xətti yoxdur. Gördünüz, ceyran piçidir. Hər otaqda bir dənə ceyranı var. Gəlirsiniz, baxırsınız, kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Əlaqə nömrəsi də profildədir.